Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahümmə salli ala Muhammed və ali Muhammed. Salamun aleykum və rəhmətullah əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Biz Maidə surəsinin 64-cü ayəsini nəzərdən keçirirdik və bu barədə bir qrup alimlərin təfsirinə işarə elədik. Təbərinin, İbn Teymiyyənin, İbn Useymin və həmçinin Ət-Təhrir və Tənvir kitabının müəllifi İbn Aşuru və həmçinin Qurtubinin nəzərlərinə toxunduq. Bugünkü verilişimizdə ki, bu barədə, bu ayə barəsində sonuncu verilişimizdir. O da Əllamə Təbatabainin nəzərinə toxunmaqdır. Əlbəttə, mən vaxt olsa, əgər imkan olsa, təslimə də müraciət edərik bir yerlikdə Cavadi Amilin. Əgər vaxt olsa, inşallah növbəti verilişimizdə bu barədə danışarıq. Çünki Cavadi Amilin də Allah hifz eləsin, bu barədə gözəl fikirləri var və dəqiq, incə təfsir edib bu ayəni. Əllamə Təbatabai elə bu ayənin təfsirində gəlir, deyir ki, və innəmə qilə yədah. Allah Təbarək və Teala burada yədah dedi. Diqqət eləyin. Biz Quran-ı Kərimə baxanda görürük ki, Yəhudilər ki, dedilər Allahın əli bağlıdır, dedilər qul yadullahi məğlullah, Allahın əli bağlıdır. Demədilər Allahın iki əli bağlıdır, dedilər Allahın əli bağlıdır. Amma deyir ki, bəs niyə burada yadah dedi, yəni Allahın iki əli, Allah Teala ki cavab verdi onlara, bəl yədəhu məbsutatən, Allahın iki əli açıqdır. Deyir, və innəmə qilə yədah bisiğəti təsniyə mə'ə qavnil yəhud innəmə ətəv fi qavlihim yədullah məğlə bisiləti ifad liyədullə, bunun üçün ələ kəmalil qudrə, qüdrətin kamildir, yəni ki, Allahın qüdrəti kamildir. Kəma rübbəmə yustafadı min nəhvi qavlihi Teala, eyni ilə Allahın bu sözündən də bu istifadə olunur da Sad surəsində öz əlləri, iki əlimlə xəlq elədim, o qüdrətin kamilliyini göstərmək istəyir. Lima fihi minəl işar, burada işarə var, dəlalət var, ilə i'mali kəmalil qüdrə, qüdrəti o kamil şəkildə həyata keçirmək. Məsələn, bu barədə deyir ki, ərəblər də istifadə edir. Məsələn, deyir ki, la yədəynə biha lək, o şəxsin əlləri sənə çatmır. Yəni, qüdrəti yoxdur o şəxsin sənin üzərində. Deməli, fəinnə zəlikə mübələğətun fi nəfyi kulli qudrətin və ni'mə ki, yəni Allah istəyir deyək ki, bu sözü ki, istifadə edirlər ərəblər, demək istəyirlər ki, filan şəxsin heç bir qüdrəti yoxdur sənin üzərində. Bu belə. Deyir ki, biz Qur'an-ı Kərimə baxanda görürük ki, Allah Təbarək və Teala'ya bu şeylər ki, nisbət verilib. Və bəzilərdə gəlib deyiblər ki, yədin neçə dənə mənası var. Bir mənası qüdrətdir, bir mənası neymətdir, filan, bir mənası mülkdür. Əllamə Təbatabai deyir ki, xeyr, yəd, əl elə bizim başa düşdüyümüz bu üzv üçün vəz olunub, adlanıb. Yəni, üzv, insanda olan üzv. Digər mənalarda ki, istifadə olunur, bu artıq istiarədir. Niyə? İndi deyir, likavniha minəş-şuunul muntasibə iləl carihə. Çünki bəzi işlər var ki, carihəyə, üzvə nisbət verilir. Məsələn, infaq, cud. Çünki adətən insan infaqı əli ilə edir, adətən. Ona görə infaq, yəd deyəndə, yəni filan kəsin yədi var, yəni infaq əhlidir. Ya məsələn, adətən insan bir şeyə malik olanda əli ilə malik olur, o ələ, bu üzv daha çox qabarıq, məsələn, rol oynayır, daha yüksək rol oynayır deyə, məsələn, malikiyyətdə, bəxşişdə və digər yerlərdə ona görə nisbət verir. Məsələn, nümunələrini gətirir. Məsələn, deyir ki, Allah Təbarək və Teala ki, isbat edir özü üçün, deyir, bəl yədahu məbsutatan ya xələqtu biyədə yurad bihi əl-qudrə və kəmalha. Bu bir. Biyədikəl xeyr, xeyr sənin əlindədir. Ya məsələn, biyədihi mələkutu kulli şey. Təbarəkəlləzi biyədihil mulk. Bu cür ayələrdə malikiyyəti çatdırmaq istəyir. Biyədikəl xeyr, xeyr sənin əlindədir. Yəni, sənsən malik. Bu mənası bu deyil ki, Allahın əlindədir xeyr, əlinin içindədir. Və ya məsələn, biyədihi mulk mələkutu kulli şey. Hər bir şeyin mələkutu Allahın əlindədir. Yəni, mənası, yəni hakimiyyəti, yəni mülkiyyəti Allah sahibdir hər bir şeyin mələkutuna.
Ya məsələn, təbarəkəlləzi biyədihil mulk, mülk Allaha məxsus. La tuqaddimu beyni yədəyinlə və rəsulu. Önə keçməyin Allahın və Rəsulun əllərindən, yəni hazır olmaq, yəni onun yuradu biha əl-huzur. Deməli, biz baxırıq, görürük ki, bütün bu yerlərdə ki, bəzən məsələn qüdrət mənasında götürüblər təfsir alimləri, bəzən nemət mənasında, bəzən mülkiyyət, hakimiyyət mənasında və digər nə qədər məna veriblər də, bunlar hamısı əslində istiarədir. Əl, yəni bizim başa düşdüyümüz əl. Elə ona görə biz dəfələrlə deyirik ki, bu əl adlananda, əl sözü bu üzv üçün adlanıb. Bunu əgər başqa mənada istifadə eləsən, olacaq məcaz, istiarə. Və Allah təbarək və teala'ya bu nisbət verilə bilməz. Nə qədər qeyd vursan vur. Məsələn, deyək, Allahın əli var, amma bizim əlimiz kimi deyil. Artıq o əl deyil, o carihə deyil, o başqa şeydir artıq. Əl, yəni bu üzv. Və bunu Allaha nisbət versən, nə qədər qeydlərdən çıxarsan, onda o əl deyil daha. Daha ona əl niyə deyirsən? Bu təqribən gəlib çıxır mənasını bilməmək ki, elə əşərilərin nəzəridir. Elə düşünürəm, bu qədər bəs eləyər. Allahın izni ilə əgər vaxtımız olsa, Ayətullah Zavadamilin nəzərinə də toxunarıq və daha sonra digər ayələr, elə burada bəzilərini oxuduq. Məsələn, biyədihi mələkutu kulli şey. Bəzilər qəribə təfsir veriblər bu ayə ki, Yasin surəsində də Allah hər bir şeyin mələkutu Allahın əlindədir. Yəni Allahın əlinin içindədir, başqa ayələr də var. İnşallah bu ayələr barəsində də danışacağıq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.